şem-i ruyin afitabi alem aradır senin. Nur-i hak xurşid rüxsarında peydadır senin. Təl'əti rüxsarın aləmdə əyandır gün kimi. Kuyin ey dilbər, nə dağlardır, nə səhradır sənin. Mimhavu daliyada bu cəlalət var ikən, ey pərivəş, gör hələ hüsnün nə zibadır sənin. Həy olardı bir dəmi İsa ilə məyyit vəli, ey Məsihim, hər dəmin bir ruh İsa'dır sənin. Şəm'üvə divanədir dövr eyləyən pərvanələr. Şəm'üvə divanədir dövr eyləyən pərvanələr. Bülbülan-ı gülşənin eşqündə şeydadır sənin. Qeyri səndən biz kimük dərgahı və meyl eyləyək. Hökmün ey şahim iki aləmdə bərpadır sənin. Mərtəbən ərş-i müəlladə xudayı ərşidir. Şə'n qədrin ali yox, əladən əladır sənin. Məhsərində ey Füzuli, məhsərində ey Füzuli, mən kiməm laf eyləyəm? Bu fənai həqir nəzdündə bir ladır sənin. Bu fənai həqir nəzdündə bir ladır sənin. Bismillahirrahmanirrahim. Salam əziz dəyərli tamaşaçılarımız, Qumdanələri verilişi yenə efirdədir. Əziz dəyərli qonağımız ilahiyyatçı alim Hacı Fariz Xammədlidir. Hacı, xoş gördük. Çox sağ olun, Allah razı olsun. Hər vaxtınız xeyirli olsun. Amin inşallah. Sizlə baham. Çox sağ olun. Buyurun Hacı, bir salamlaşın tamaşaçılarımız. Bismillahirrahmanirrahim. Mən də salamlayıram sizi və sizin simavuzda bütün izləyicilərimizi. Aleyküm salam. Allah təbarək və təala hamılarını qorusun. Bəzən bizim kollektivimiz, əziz bizi izləyən dostlarımızın yazılarını bizə göndərirlər. Görürük, baxırıq. Həqiqətən Allah razı olsun, hamımızdan təşəkkür edirik hamısına. Mən suallara keçməmişdən qabaq istəyirəm özüm icazənizlə Buyurun Hacı. oxuduğunuzu gözəl qəzələ giriş eləmək istəyirəm. Allah təbarək və təalanın lütfü ilə. Bu təzmindir böyük. Bəli. Mərhum Füzuliyə Allah ruhunu şad eləsin. Mövlana Füzuliyə yazmısınız bunu. Çox gözəl, möhtəşəm yazmısınız. Yəni bundan artıq yazmaq imkansız idi. Allah sizə ömür versin. Allah sizə bərəkət versin inşallah. Baxın, insanlar bu şeir qəzəldə bir mətlə beyti var, bir də məqtə beyti var. Mətlə sözü bu tulu sözündəndir. Günəşin saçması, parlaması, tulu eləməsi anlamındadır. Məqtədə sonluq anlamını daşıyır. Qət sözündəndir, inqita sözündəndir. Bir yerdə feyz başlayır, bir yerdə feyz sona ərir, sona varır. Mətlə beytinin təsirinin və parlaqlığının altında qalan beytlər yazılır. Ondan təsirlənir. Və hətta belə demək olar, daha gözəl demək olar ki, o mətlə beyti olmamışdan o birisi beytlər var idilər. Mətlə saçır onun üstünə, parlayır onun üstünə, o beytləri üzə çıxardır. Maşallah. İndi hər iki mənada mətləyə başa düşsük, Füzulinin o mətlə beytinə siz başqa beytlərinizlə çox gözəl təşəkkür vermişsiniz, cilalandırmışsınız onu. Allah sizi salamat eləsin. Məsələn, eyni ilə bu mətlə belə olur, mətlə beyti ki, günəş var, zərrat-ı aləm var. Amma günəş nə qədər çıxmayıb, o zərrat-ı aləmi biz görmürük. Onlar var idilər. Bu xəyal aləmində də, ki, xəyal aləmi maddə aləmindən biraz qabaqdadır, bəzi adamlar kimlərinsə təxəyyül aləmində yaşayırlar. Xəyal aləmində yaşayırlar. Mən icazə verirsiniz ki, mən yavaş-yavaş elə bu sizin qəzəlinizdən inşallah giriş eləmək istəyirəm. Və o xəyal aləmi ki, həm Mövlana Füzulidə var idi, onun xəyal aləmi mətlə beyt oldu, sizin xəyal aləminiz başladı onu şərh eləməyə və kimlərsə həqiqi simaları ilə bu xəyal aləmində yaşayırlar. Mən burada bir Mövlanadan, Cəlaləddin Rumi Bəlxidən, Allah onda ruhunu şad eləsin, ondan bir dastan gətirmək istəyirəm. İndi danışa-danışa xatırladım bunu.
eynilə istəyirəm o təşəkkürdə Allah qoysa bu məsələləri açıqlayaq inşallah. Deyir Mövlana deyir ki, bir dəfə bir şah, padişah var idi, ova çıxmaq istəyirdi. Böyük bir dastan gətirib şeir nəzdində. Bu irfan aləmində müstəhsərsiniz, bilirsiniz. İrfanda harda padişah deyirlər, şah deyirlər, şahzadə deyirlər. Məqsəd insandır. İnsan ki, kamillik yolunda addımlayır. Mövlananın məqsədi o padişahdan insandır. Deyir, bir padişah var idi, ova çıxmışdı və bir ovun dalıyca düşdü, özü ovlandı. Belə beytləri ilə deyir. İndi uzun beytlərdir, mən onun farsını oxumaq istəmirəm. Tərcüməsini deyirəm ki, ən verilişimizin özü şikar oldu. Ovçu Seyd özü səyyada tuş gəldi, özü Seyd olundu. Səyyad özü Seyd olundu. O ki, ovlamağa çıxmışdı, səyyad idi, Seydi. O deyirdi, səyyad peyi Seyd dəvidən hünəri nist. Seyd az pey səyyad dəvidən məzə darət. Deyir ki, ovçunun ovun dalınca qaçmağı hünər deyil ki, elə ki, ov düşsün sənin dalınca gəlsin. Hünər odur. Ov sənin dalınca gəlsin. İndi biz bunları yavaş-yavaş Allahın izni ilə bu dastanın nəzdində açıqlayacağıq. Təsəvvür edin, bu getdi deyir, özü ovlandı. Necə ovlandı? Gəldi bir nəfər gözəl bir xanıma gözü düşdü. Bunlar hamısı məcazi mənadadır. Bir xanıma gözü düşdü və bu xanımı götürdü, gətirdi ki, padişahdır. Xanımı götürdü, gətirdi və bu ilə evlənsin. Gəldi buna alimləri yığdı bir yerə ki, buna nikah oxusunlar. Nikah oxudular, bu xanım xəstələndi. Xanım xəstələndi, bütün təbibləri yığdılar, gətirdilər. Bu xanımdan məqsəd də, buradakı bu xanımdan söz gedir, xanımdan məqsəd insanın nəfsidir. Mövlana buradan insanın nəfsinə işarə edir. Yəni, padişah insandır, ov dalıca getmişdi, özü ovlandı, ya nəfsin nəsiri oldu. Nəfsi o aşağı mərtəbədə, həva mərtəbəsində saxladı. Yüksəltməli idi axı, yüksələ bilmədi. İlişdi nəfsi istəklərdə. Qarma-qarışıqlıq düşdü, qaldı orada. Və nəfs başladı bunu başqa məsələlərin dalıca çəkməyə. Nəfs, o xanım xəstələndi, bu onun vüsalına yetişməli idi, yetişə bilmədi. Burada budur ki, yəni elə bilirdi, o ovladığım məni kamilləndirəcək, kamilləşdirəcək. Ovladığının özü bunu xəstəliyə saldı. Yəni bu əqli buraxdı, mərifəti buraxdı, düşdü nəfsin dalıca. Nəfsin də vüsalına yetişə bilmədi, nəfsani istəkləri də əldə edə bilmədi, xəstələndi. Yəni xanım xəstələndi. Yığdılar, təbibləri gətirdilər. Nə gözəl Mövlana bunu 12-ci əsrdə gör, nə boyda söz danışır. Deyir, xəstələndi, təbiblər yığışdılar, hərə bir tərəfdən gəldi, dedi, görürsünüz rəngi saralıb. Mövlana bunları beyt-beyt deyir. Rəngi saralıb, bunda sarılıq var. Bunun üçün filan bitkidən çay hazırlamalıyıq, içsin. Biri dedi ki, bunda qəbizlik yaranıb, ondan olub bu məsələ. Biri dedi ki, bunun səfrasında, kisey səfrasında, öd kisəsində problem var. Biri dedi, bunun böyrəyində problem var. Hər həkim gəldi, buna bir təcviz elədi, nüsxə yazdı. Nüsxələrin də heç biri fayda vermədi. Yadınızda olsa biz əvvəlinci verilişlərdə danışanda, burada təbiblərdən məqsəd kimdir? Dünyəvi filosoflar. Onlar hamı deyirlər, bizim fikrimiz var. İnsanın yaşayışı üçün bizim fikrimiz var. İnsanın maddi tərəfini düzəltməlisən, islah olunmalıdır. Nəzəri baxımından. Nəzəri bax, bunlar hamısı nəzər verirlər. Yəni insan gəlib dünyaya, Mövlana təbiblərdən xanım deyir orada, kimsə xəstələnməyib. Həkimlərdən də məqsədi budur ki, həqiqi təbiblər, həkimlər yığışdılar. Məqsəd budur ki, insan dünyaya gəldi, padişah dünyaya gəldi, kamil insan olmaq üçün. Nəfsinə uydu, ovlandı nəfsinə, kamilləşə bilmədi və indi baxdı, onun dalıca qaçdı, bunun dalıca qaçdı. Elə bildi o fəlsəfəçi mənə kömək eləyə biləcək. Elə bildi bu fəlsəfəsi mənə kömək eləyə biləcək. Başladı dünyəvi filosofların dalıca düşməyə ki, onlar bunu bu bəladan, xəstəlikdən qutarsınlar. Onlar da nə nüsxə yazdılar, fayda vermədi. Dedilər, bunun maddi tərəfini düzəldək, məsələn. Mən keçən verilişlərdə dedim, dünyada İsveçrə ən güclü, müasir bütün avadanlıqlar və müasir bütün zənginliklər baxımından ən çox inkişaf eləmiş ölkədir, amma ən çox intihar orada olur. Yəni bunlar gəldilər, dedilər, insanoğlunun maddi tərəfin rifahını yaratmalıyıq, asudəliyin yaratmalıyıq, daha insanoğlunun heç nə lazımdır, o sağalacaq. Əgər bunlar təmin olsa, insan sağalacaq. Amma gördülər, yox, ona Mövlana ona işarə edir. Deyir ki, yox, gördülər, heç bir təbib sağalda bilmədi. Bu padişah da narahat idi. Yəni nəfs bunu yeyir, insan yerinə girir, rahat yata bilmir. Padişah yerində rahat yata bilmirdi, kamilləşə bilmirdi. Gecə yuxusunda bir ağsaqqal kişi girdi bunun yuxusuna. Dedi,
İndi çıxarsan şəhərin giriş qapısının ağzında dayanarsan, bu nəmdə, bu nişanda bir nəfər adam gələcək. Sənin sevgilinin xəstəliyinə o çarə eləyəcək. Yəni kamil insanın xəstəliyinə o dərman eləyəcək. Bu çıxdı orada şəhərin girişində dayandı. Allah rəhmət eləsin Hacı Ələmdar Mahir Nərdaraninin bu haqda bir misrası yadıma düşdü. Deyir ki, bu niyyət ilə ki, səndən xəbər verən tapılar, çıxıb yol üstə tikib göz bu binəva gələnə. Hər gələnə gözün tikib bu binəva ki, səndən xəbər verən tapılar. Bu binəva da çıxdı ora. Yol üstə dayandı, görüm o gələn kim olacaq. Hələ gözləyirdi o gələn adam belə siması olacaq, belə bir gözəl adam olacaq. O gələn buna bir xəbər gətirdi. Rastlaşdı buna. Buna bir xəbər gətirdi. Dedi, mən müalicə eləyərəm sənin xəstəvi. Müalicə eləyərəm sənin xəstəvi. Əgər o müalicəyə əməl eləsiniz, mən deyənləri eləsiniz, xəstə duracaq ayağa. Gəldi, tutdu bunun nəbzin. Xəstənin nəbzini tutdu. Nəbzlə başladı. Xəstənin yanında başladı bir-bir şəhərləri, məmləkətləri, qitələrin adlarını saymağa. Eynilə belə bir məsələ İbn Sinadan da var. Bir dənə böyük şərqşünas var, Valeri Vaskovenikov, rusdur. Böyük Loğman əsəri yazıb. Sovetlər Birliyi dönəmində şərqşünasdır, İbn Sina haqqında böyük Loğman əsərini yazıb. Orada bir yerdə yazıb, Buxarada İbn Sinanın bir dostu var idi. Qardaşı xəstələnmişdi. Bu əlini gətirdi, dedi İbn Sinaya ki, mənim qardaşımın xəstəliyinə müalicə elə. Dedi, nədir? Dedi, bu neçə vaxtdır hələ belə yatır. Üzü divara tərəf yatır. Arada biz zorla bunu durğuzuruq, ayağa otuzdururuq, buna bir yemək zad veririk, yenə də elə yatır, elə qalır ancaq. İbn Sina gəldi, bunun nəbzini tutdu. Dedi, bu şəhərin böyük məhəllələrinin adını çək. Qardaşına dedi. Qardaşı dedi, filan məhəllə, Buxaranın məhəllələrini bir-bir deyir. Dedi, çox gözəl. Bir məhəlləyə çatan, dedi, burada dayan. Dayandı. Dedi, indi o məhəlləni tanıyırsan? Dedi, bəli, tanıyıram, bizim məhəllədir. Deyir, onda indi onun küçələrinin adını çək. Məhəllənin küçələrinin adını çəkdi. Bir küçədən dedi, dayan. Dayandı. Dedi, bu küçəni də tanıyırsan? Dedi, bizim küçədir. Dedi, bu küçədəki evləri bir-bir kimin evidir? Evlərin adını de. Gəldi bir evə deyəndə dedi, dayan. Burada dayandı. Dedi, o ev əhlini də tanıyırsan? Dedi, qonşumuzdur. Dedi, ev əhlinin adını çək. Atanın, ananın, qardaşın adını çəkdi. Qızın adını çəkən dedi, dayan. Sənin qardaşın o xanıma aşiq olub. Ged o xanımı al ona. Durdu ayağa bu adam. Xəstə yatırdı axı. Durdu ayağa, dedi ki, sən hardan bildin bunu? Mən ona aşiq olmuşam. Dedi, mən Buxaranın adını çəkəndə qəlbin şiddətləndi. Məhəllələrin adını çəkəndə, bu məhəlləyə çatanda qəlb döyüntün biraz da şiddətləndi. Küçələrdə bu küçədə şiddətləndi. Evlərdə və ev əhlindən xanımın adını çəkəndə biraz da şiddətləndi. Mən bildim ki, sən ona aşiq olmusan. Və bunun müalicəsi də onun vüsalına yetişməkdir. İndi mən burada bir söz deyim, bəzən irfani, fəlsəfi məsələlər biraz ağır olur. Bir yerdə oxumuşdum. Deyir, bizi Allah buna görə yaratmayıb, axı biz bir xanıma aşiq olaq. Allah bizi yaradıb ki, onun vəchinə aşiq olaq. Biz ora gəlirik, elə sizin beytlərimizin açıqlaması üçün ora gedirik Allahın izni ilə. Mövləvidən yola çıxmışıq. Təsəvvür edin, bu adamlar ki, ruhi xəstəliyə düçar olurlar, Allah xəstələrə şifa versin. Bunların xəstəliklərinin təbəqələrinə və mərtəbələrinə görə bunlar yatdıqları xəstəxanada müxtəlif formalarda bunları saxlayırlar. Məsələn, birinin xəstəliyi azdır, onu cəmiyyət içinə buraxırlar. Birində biraz şiddətlidir, onu otaqda bir neçə nəfərlə bir yerdə saxlayırlar. Birinin xəstəliyi daha şiddətlidir, tək saxlayırlar. Birində daha şiddətlidir, onu tək saxlayırlar və zəncirə vururlar. Yəni o tam ağır xəstəlikdədir. İndi bir nəfər gəlmişdi, bu ruhi xəstələr olan xəstəxanada gəzirdi. Birinci onun bağından giriş elədi. Gördü bir nəfər əlində bir dənə təsbih tutub belə fırrada gedə deyir Leyla, 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 Leyla. Bu adam dedi ki, bu həkimə bu kimdir? Dedi, bu xəstədir, xəstəliyi çox şiddətlidir. Dedi, bu niyə belə eləyir? Dedi, bu bir xanımı istəyirdi, aşiq olmuşdu. Xanımın adı Leyla idi. Amma onu buna vermədilər. O başqası ilə evləndi. Bu ona görə onun həsrətindən ruhu xəstələndi. Dəli oldu, indi belə Leyla, Leyla deyir. Bu başladı mərtəbə dəlixananı gəzir, gördü bir yerdə otaqda neçə nəfər var, bir yerdə neçə nəfər var, bir yerdə tək saxlayırlar. Gördü ən şiddətli yerdə bir nəfər adam var,
tək saxlayırlar, onu özü də zəncirə vurublar. O da deyir Leyla, Leyla, Leyla. Dedi bu kimdir? Dedi bu o birinci gördüyün dəli var idi ya, Leylanı istəyirdi, verməmişdilər ona. Leylanı buna veriblər. Bu o Leylanı alandı. İnsan ki gələr Allah təbarək və təalanın vüsalından uzaqlaşar, başqalarının vüsalının dalıcı olar, aqibət belə olar. Allahı ki insan atdı, dəyişdi dünya və dünyada olanlara, ya vüsalına yetişməsin Allahdan başqasının elə olarsan, ya da vüsalına yetişsin elə olarsan, şiddətli olarsan. Ona görə bizə deyilir ki, vüsalı da Allahın vüsalı tərəfə kamil insan getməlidir. Nəfsi xəstələndirmək olmaz bu məsələlərlə. Nəfs bu məsələlərlə xəstələndi, onda vüsala yetişsin də xəstəsən, yetişməsin də xəstəsən. Hər iki tərəfdə insan gedəcək əks istiqamətə. Təsəvvür eləyin, İbn Sina onun nəbzindən bildi, bu aşiq dedi, bunu evləndirin. Mövləvi deyir ki, o adam ki gəldi, bu şah gözləyirdi onu, gətirdi, o xanımın nəbzini tutdu. Başladı o nəbzi ilə onun qəlbində olan tikanı çıxartmağa. Mövləvidə möhtəşəm açıqlamalar var, şərhlər var. Bir yerdə Mövləvi deyir ki, birinin deyir ayağına tikan batmışdı. Qaldırdı, ayağını qoydu dizinin üstünə. Adamın ayağına tikan batanda nə edir? Ayağın altına tikan batıb görməzsən axı. Görmək üçün o ayağı qoyurlar o birisi dizinin üstünə. Sonra biraz ağızdan su götürürlər, o tikanın üstünü təmizləyirlər ki, iynə ilə onu rahat oradan çıxarda bilsinlər. Və onu orada əllə yoxlayırlar. Onu yoxladıqca ayağın tikanı o qəlbdə hiss olunur sancı. Mövləvi deyir. Deyir, indi bax gör, ayağa batan tikanı ayağı diz üstə qoyub çıxartmaq olur. Bəs qəlbə batan tikanı necə çıxartmaq lazımdır? Onun üçün bir mahirlik lazımdır. Qəlbi götürüb diz üstə qoyub o tikanı orada tapmaq olmur axı. Qəlbin tikanını çıxartmaq üçün mahirlik lazımdır. Deyir, bu adam gəldi, nəbzi tutdu ki, xəstənin qəlbindəki tikanı çıxarsın. Onun qəlbində tikan nədir, onu çıxarsın. Başladı, deyir, onun nəbzindən onu yoxlamağa. Onu yoxlamaq istəyəndə, deyir, dedi ki, bu bir dənə zərgərə aşiq olub. Eyni ilə İbn Sina elədiyi kimi Mövləvi deyir, bu da elədi. Dedi, bu bir zərgərə aşiq olub. Zərgərdən məqsəd Mövləvini təfsir eləyənlər, Mövlananı təfsir eləyənlər deyirlər, zərgərdən məqsəd dünyadır, zər, zivər. Qızdan məqsəd nəfs idi. Səyyaddan, padişahdan məqsəd insan idi. Yəni burada söhbət insandan, insanın nəfsindən və dünyadan gedir. Yəni deməli gördü ki, insanın nəfsi xəstələnib, nəfsi müalicə eləmək üçün gözlədi kimi, o gələn Mövləvi orada peyğəmbərlərin xüsusiyyətini deyir. Hardan çıxmışam bu yola? Mim o havu, mim oradakı sən başladın. Bəli. Oradan çıxmışam bu yola. Oradan gedirik Allahın izni ilə. Sizin o bir beytüz məni aparıb salıb bu vadiyə. Allahın izni ilə addımlayırıq orada. Başladı dedi bir zərgərə aşiq olub. Yəni bu xanım ona görə xəstələnib. Zərgər də dünyadır, yəni bu dünyaya aşiq olub. Dünya bağlantılarından qopmalısan, nəfsi müalicə eləməlisən. Elə ki dünya bağlantılarından qopdun, nəfsi müalicə elədin, onda daha sənin qarşında olan bütün maneələr götürüləcək, sən yüksələcəksən, ucalacaqsan. Deməli bizə bütün təbiblər yığışar bizim başımıza, başlayarlar sənə hər nə deməyə. Hər nə deyərlər. Bunu belə eləsin düzələcək. Biri deyir bir padişah getmişdi başqa bir ölkəyə qonaq. O ölkənin də padişahı bu ölkəyə qonaq gəlmişdi. Təsəvvür edin bu ölkədə məsələn Azərbaycanda 10 milyon adam yaşayır. İndi kiçik Azərbaycanda bizim Azərbaycan ölkəsində 10 milyon adam yaşayır. O şah qonaq gəlib bura, gəlir vəzirdən soruşur. Deyir burada nə qədər həkim var? Bir 10 milyonluq ölkədə nə qədər həkim var? Vəzir deyir ki 10 milyon. Keçmişdə belə yoxlayardılar da, savadlı adam nə qədərdir, həkim nə qədərdir. Nə qədər həkim olsa bilərdilər ki, nisbətdə bu ölkədə nə qədər adam savadlıdır, neçə faizi savadlıdır. Demək, bu ölkənin şahı gedib başqa ölkəyə, o ölkənin şahı gəlib bura qonaq. Qayıdandan sonra indi o şah buna yazır. Yazır sizin ölkəvizdə ən savadlı adamınız, vəkiliniz, vəziriniz idisə, mən onu ən nadan adam kimi gördüm. Deməli, sizin ölkəvizdə savadlıq həddi 0 həddindədir, dərəcəsi. Bu şah deyir, nə oldu? Deyir ki, o mənə dedi ki, 10 milyonluq ölkədə 10 milyon həkim var, təbib var. Bu necə ola bilər? Şah da vəzirə çağırdı, indi nağıllardakı qismdə, dedi sənə 40 gün vaxt verirəm, isbat eləyəsən ki, bizim ölkədə 10 milyon təbib var. Əgər sübut eləməsin, səni öldürtdürəcəm. Bu vəzir getdi 40 gündən sonra qayıtdı, gəldi, üzün bağlayıb, bir yaylıqla bağlayıb, üzün içəri girəndə
Və mühafizəçi qapıda soruşdu, nə olub? Dedi, dişim şişdi və dedi, gərək nanə qaynadıb qarqara eləyərdin. Dedi, çox sağ ol. Keçdi, ikinci mühafizəçi dedi, gərək yarpızla qarqara eləyərdin. Bir dedilər, üçüncü dedi ki, gərək duzlu su ilə eləyərdin filan. Axırda şah artıq görür bu mənzərəni. Bəli. Bu yaxınlaşdı şahın yanına. Dedi, vəzir, nə olub sənə? Canını qurtarmaq üçün belə eləmsən? Dedi, yox. Mənim dişim şişib, dedi, heç kimə qulaq asma. Yumurtanı qaynadıb onun ağını ora qoymaq lazımdır ki, o şişi çəksin. Bu üzünü açdı, dedi, şah sağ olsun, mənə heç nə olmayıb. Sadəcə mən sizə sübut eləməyə çalışırdım ki, bu ölkədə 10 milyon təbib var. 10 milyon həkim var. Xəstəliyi kimin yanında danışsın, başlayacaq sənə müalicə eləməyə. Hamısı sənə müalicə eləyəcək, müayinə eləyəcək, dərman yazacaq. Və mənəvi məsələlər də belədir. Hələ o fizioloji baxımdan cismani xəstəliklər bir şey deyil. Dərd burasıdır ki, insanın mənəvi xəstəliyin hamısı müalicə eləmək istəyir. Çox dərdli məsələdir. Doğru. Məsələn, bir nəfər adam gedir 20 il, 25 il təhsil alır, gəlir ruhani olur, ilahiyyatçı olur, ilahi elmləri danışmaq istəyir. Bir dənə adam da heç bir yerdə heç nə təhsil almayıb. Ondan bundan 5-6 dənə söz əzbərləyir, 5-6 dənə tərcümə kitabından bir şey oxuyur və insanları müalicə eləməyə çalışır, mənəviyyat dərsi deməyə çalışır. Yəni çox acınacaqlı haldır bu. Çox yaralı yerimiz. Moğləvi buna işarə edir orada. Deyir, bütün təbiblər yığışmışlar, hamısı fikir söyləyirdilər. O fikirlər ancaq adamı batil tərəfə apara bilər. Adamı düz istiqamətə apara bilməz. Gərək burada peyğəmbərlərin sözündən danışasan. Moğləvi deyir ki, ona yuxuda dedilər, peyğəmbərə bax. Bir nəfər gələcək, peyğəmbərə bax. İmam gələcək, ona bax. Əhl-i-Beytin sözünə bax. Onlar müalicə eləyərlər adamı. Mən Türkiyədə yaşamışam bir müddət İstanbulda. Orada adını demirəm, bir psixoloq, tanınmış psixoloqla görüşdüm. Dostlarımızın vasitəsilə reklam olmasın deyə adını demirəm. Həqiqətən istəmirəm elə adamlar reklam olsunlar. O babdan demirəm adını. Gördüm Qərbdən, Avropadan filan belə məsələlər danışır mənə. Dedim, çox gözəl. Dedim, siz İslamda, bu uşaq psixologiyasından danışırdı. Dedim, siz İslamda nə çatışmamazlıq gördünüz? Qərbdə var, İslamda yoxdur. Siz bir Qərb dünyasının psixoloq alimlərini araşdıran bir adam kimi İslamda nə görmüşdünüz ki, İslamda yoxdur, araşdırdınız, gördünüz, yoxdur, onlarda var idi. Həmişə deyirsiniz ki, İslam uşaq psixologiyasında yararsızlıq yerləri var, nöqsanlı yerləri var. Dedi, məsələn, mən sizə deyə bilərəm ki, İslamda uşağı tənbih eləmək var. Uşağı döymək var, acılamaq var. Mən də qulaq asıram buna. Amma Qərb deyir ki, uşağa birbaşa müdaxilə eləmək olmaz. Dolayı yolla nəyisə demək lazımdır. Birbaşa müdaxilənin əks təsiri var. Dedim, gözlə. Bir dənə sənə hədis oxuyacağım İmam Baqir əleyhissalamdan. İmam Baqir əleyhissalamın dostu deyir ki, ağa ilə evdə oturmuşduq. Ağanın övladlarından biri, oğlan uşaqlarından biri çıxdı. Dedi ki, ağa, bazara gedirəm. Bir əmrüz var mənə. Deyir, ağa ona baxdı belə, dedi, üstüvü mürəttəb eləmisənsə, get. Üstüvü tənzimləmisənsə, geyimivi münəzzəm eləmisənsə, get. Deyir, o qayıtdı, getdi içəri. Deyir, dedim, ağa, onun geyimi yaxşı idi. Dedi, yox, mənə elə gəldi ki, onun köynəyi, o deşdaşəki ərəblər geyirlər, köynək biraz əyninə böyük idi. Deyir, dedim ki, ağa, bəs deyərdiniz, hansı geyimidir məqsədiniz, onu düzəldərdi də. Siz dediniz, köynəyi böyük idi, onun əbası da var üstündən misal. Deyir, yox, biz heç vaxtı öz övladlarımıza birbaşa müdaxilə eləmərik. Eyni ilə hədis belədir ya. Hədis oxudum, adam təəccübləndi. Dedim, sən indi bunu Qərbdən 18-ci əsrdə yaşamış bir psixoloqdan mənə sitat gətirmək istəyirsən, mən sənə 12 əsr bundan qabağın sözünü danışıram. Sən mənə ondan sitat gətirirsən. Mən sənə deyirəm, İmam Baqir əleyhissalam belə buyururdu. Sonra deyir, gördüm ki, onun uşağı üstünü tənzimləyib çıxdı bayıra. Bizi ilə xudahafizləşdi, getdi. Təsəvvür edirsiniz, Əhl-i-Beytin xəbərimiz olmadığına görə məarifindən, mənbələrdən agah olmadığımıza görə bu təbiblərin, bu həkimlərin sözü bizə xoş gəlir. Dedi ki, bunun çarəsini indi qayıdırıq Mövləviyə. Bu təbib ki gəlmişdi, dedi, bu zərgəri gətirin, bu zərgərə aşiqdir, zərgəri verin bunu, ailə qurmalıdır oyunu. Bu zərgərlə evləndi. Gətirdilər, zərgərin evləndi. İndi bəzi adamlar götürür bunu qız mənasında açıqlayırlar, başa düşmürlər axı. Zərgərlə evləndi bu mənadadır ki, dünyanı verdilər buna. Bu nəfsə. Deyirlər, dünya istəyirdin, götür. Bu dünyanı götürəndən sonra gördü, yenə sağalmadım. Düzəlmirəm. Axı, mən bunu istəyirdim, bu nəsrətindəydim. Dünya bunu sağaltmadı. O adam dedi ki,
buna başladı başa salmağa. Dedi, sən dünyaya məhəbbət ki bağlayırsan, bu sənə rahatlıq gətirmir. Sənin bu dünyada rahat yaşamağın üçün, sən öz ovundan feyz almağın üçün sənə lazımdır ki, asudə həyat yaşayasan bu dünyada ola-ola. İndi bu günlərdə sübut olub, deyirlər filan kəs filan yaşda infarkt oldu, dünyasını dəyişdi, ürəyi tutdu, dünyasını dəyişdi. Deyirlər xolesterol çoxalanda, xolesterin çoxalanda insanda ürək damar tutulur filan. Bu günlərdə bütün professorların fikri budur ki, şirini yeməkdən, qoyun əti yeməkdən, yaxud yağlı yemək yeməkdən ürək damarları tutulmur. Ürək damarları əsas tutulur insanın aramış olmayan, rahatlıq olmayan yaşayışından. Rahatlıq olan yerdə insanın yeməyi o təsiri ki, rahatlıq olmayan yerdə o zərəri vurur, burada vura bilmir. Deyirlər, birinci insanın aramlığı olmalıdır, rahatlıq olmalıdır. Mövləvi deyir, o gələn adam dedi ki, dünyanı ki istəyirdin, səni sağaldan o dünya deyil. Səni sağaldan aramlıqdır. Aramlıq nədir? Əla bi zikrillah tətməinnul qulub. Quran buyurur. Deyir, agah olun. Allahı xatırlamaqla qəlblərimiz aram olacaq. Allahı yad eləməklə, Allahı xatırlamaqla qəlblərimiz aram olacaq. Mövləvi bunu hardan başa düşmüşdü? Maraqlıdır. Deyirlər, Mövləvi bir dəfə Konyada gedirdi. Qəbri də Konyadadır. Bəlxdəndir, əsli Əfqanistandandır. Amma orada Əfqanistanda bir dönəm oradan çıxdılar onlar. Orada bir zülmkar şahlar filan onları tuturdular. O da oradan çıxdı, dedi, əgər bu nə qədər hakimiyyətdədir, mən bura qayıtmaram. Oradan çıxdı, gəldi Konyaya, köç elədilər onlar ailəsi ilə bir yerdə. Yolda da Əttar Nişaburi ilə görüşdü. Əttar ona öz əsrarnaməsini verdi, hədiyyə elədi Mövləviyə. Onun da bir təsiri oldu. Bu küçədə gedirdi, birdən Şəms Təbrizi ilə rastlaşdı. Şəms bir dərviş simasındaydı. Döndü buna, dedi, səndən bir şey soruşum. Bu da tanımır Şəmsi. Soruş, dedi. Dedi, Bayezid Bəstami üstündür, yoxsa Muhammed üstündür? Döndü Mövləvi, narahat oldu. Dedi, nə deyirsən sən? Dərviş, söz və fikir ver. Muhammed hara? Bayezid Bəstami hara? Muhammed bütün ariflərin, saliklərin, sufilərin hamısının həlqələrinin, zəncirinin, həlqələrinin son bağlandığı yerdir. Muhammed hara? Bayezid Bəstami hara? Dedi, bəs niyə Muhammed deyirdi, Subhanəkə ma ərəfnak? Sən təmizsən, paksan, münəzzəhsən, ey Allah. Tanımadı. Biz səni tanımadıq. O elə deyirdi. Bəs niyə Bayezid Bəstamidən danışırsan, deyirsən ki, Bayezid deyirdi, Subhani və əzumə şəni. Deyirdi, mən pak və münəzzəhəm və mən böyümüşəm. Şənim böyüdü, əzəmətliyəm mən. Niyə onu danışırdın dünən cəmiyyətə? O böyüdü ya bu böyüdü? Hansı böyüdü? Mövləvi dayandı yerində. Dayandı, döndü buna tərəf. Dedi, səndən istəyirəm cavabını eşidəm. Dərviş, sən de cavabın. Dedi, Muhammed bütün zirvələri fəth eləmişdi. Gəlmişdi, sonunda bir yerə çatmışdı, mat qalmışdı. Onun müqabilində mat qalmışdı. Onun gözəlliklərinin müqabilində mat qalmışdı. Orada bir yerdə dedin, bir beytdə. Dedin, ey Muhammed sallallahu aleyhi və səlləm, sən ki bu gözəllikdəsən, bəs gör indi o kim idi? Əgər sən bu qədər bizim diqqətimizi çəkə bilmisənsə, gör indi o nə idi ki, sənin diqqətini çəkib? Gör o kim idi? O mərhələdir də, o bir mərhələdir. Gör o nə idi ki, sənin diqqətini çəkib? Sən onda məhv olmusan, ondan başqa heç nəyi görmürsən. Deyir, Muhammed sallallahu aleyhi və səlləm onda məhv oldu. Ondan başqa heç nəyi görmədi. Amma Bayezid ora gəldi ki, öz məqamını gördü, mən böyümüşəm, Allah lütf edib, mən böyümüşəm və öz böyüklüyündə qaldı. O kiçik idi əslində. Muhammed idi ki, böyük onun böyüklüyünü görmüşdü, özünü itirmişdi. Yenə Mövləvi başqa bir yerdə deyir ki, aşiq gəldi, öz məşuqinin qapısını döydü. Dedi, kimsən? Dedi, açdan mənəm. Dedi, get, açmadı. Dedi, niyə? Dedi, sən əgər mənim aşiqimsənsə, aşiqinəm deyirsən, özünü niyə gördün, mənəm dedin? Bu getdi, uzun müddət təzkiyə elədi, öz üstündə işlədi. Gəldi, yenə qapını döydü. Dedi, kimsən? Dedi, sənəm. Dedi, aç, gir içəri, sənəm. Peyğəmbər təzkiyə ilə bir yerə yüksəlmişdi. Rasulullah təcridlə bir yerə yüksəlmişdi. Orada bilirdi Allahdır. Ona görə deyirdi, Subhanəkə ma ərəfnak. Hələ o üçün açılırdı.
Hələ o üçün məqamlar açılır. Peyğəmbər üçün Peyğəmbər açıldı üçün pərdə. pərdə. Siz dediniz, nə gözəl idi o açıqladıq orada. Mən kiməm ki, deyir səndən xəbərdar olun. Peyğəmbər üçün açıldı pərdə. O üçün pərdə hələ açılır. Hələ o kamilləşir Rasulullah. Hələ biz ona salavat göndərəndə o məqamı böyüyür, sevgili peyğəmbərimizin məqamı böyüyür, yüksəlir. Salavatın mənası da bu. Yəni Mollavi orada insanlara çatdırır ki, deyir bu nəfs xəstəliyinin müalicəsi üçün bizə lazımdır ki, biz bu nəfs xəstəliyin peyğəmbərlərin və peyğəmbər əhl-i-beytinin dili ilə müalicə eləyək. Əli ibn Əbi Talibin dili ilə müalicə Ruh eləyək. təbibləri olardı da. Mütləq surətdə. Artıq onlarda belə olmur. Hər təbib gəlib, hər təbibdən bir nüsxə almırıq. Onlar bizim xəstəliyimizi düz başa düşürlər. Əhl-i-beyt yolunda təsərrüf var, təsərrüf. Təsərrüf budur ki, adam özü bilmədən bir günah eləyir, bilmədən bir günah sahibisən. İnsan da bilmir. Onda var o ruhu xəstəlik. Arif onu görür. Onu görür və onda bir təsərrüf eləyir, o yüksəlir. Təsəvvür eləyin. Bu məniyyəti aradan aparmaq üçün də məniyyət. Del Carnegie-dən mən keçən dəfə bir misal çəkmişdim. Bir misal da deyim ondan. Carnegie deyir ki, bir dəfə Amerikada rabitə qovşağı günü bütün telefonları izlədilər. Dedilər görək ən çox işlənilən kəlmə hansı kəlmədir? Bütün telefonları dinlədilər. Bir deyir ən çox işlənən kəlmə məsələn hello, salam, hi filan, alo, məsələn onlar dördü deyir. Ən çox işlənən kəlmə mən kəlməsi idi. Mən kəlməsi. İnsan bir cümlədə bir neçə dəfə mən deyir. Bir dənə mükalimədə, danışıqda mən gəldim, mən belə elədim, mən olmasaydım belə olmuşdu, mən səhəsin belə elədim. Ancaq hər şey özünə nisbət verir. Nə qədər o mən var, məşuq yoxdur. Mollavi deyir ki, o məni aradan apar. O mən aradan gedəndən sonra sən qovuşur. Hicab, mütləq surətdə. Elə ki, o aradan getdi. Deyirlər, məsələn, o məşhur, nə boyda əzəmətli Titanik gəmisi düzəldmişdilər. Onu düzəldən adam, onun komutanı deyirdi ki, bu heç vaxt batmaz. Bunu heç Allah da batıra bilməz. Qururdan deyirdi. O qədər məğrurlanmışdı, deyirdi, bunu heç Allah da batıra bilməz. Amma Allah onu pusuda batırdı. O qurura görə, niyə? Məniyyətə görə. Məniyyət aradan getməlidir. İnsan məniyyətini aradan aparandan sonra Allaha qovuşur. Sizin o şeirinizdən çıxdıq yola. Hacı, təşəkkür edirik bu gözəl söhbətlərə görə, bu gözəl yanaşmalara, irfani yanaşmalara görə dərin təşəkkürümüzü bildiririk sənə. Mən sizə təşəkkür edirəm, Hacı Fənay. Sizin o gözəl misralarınız, beytləriniz ki, bizi aparır. Mən üstünlük vermək istəyirəm. Düzdür, verilişlərimizin vaxtına giririk. Bu özü verilişlər balaca məsələlər deyil. İstəyirəm bunlara çox vaxt ayıraq. Buna görədir ki, zaman gələr, insanlar bunların qiymətini bilərlər. Nə gözəl olar ki, hələ indidən bilsinlər. Nə gözəl olar. Zaman gələcək, zaten deyəcəklər, kaş olardı. Biz gedərdik ondan məsələn bir beytin açıqlamasını soruşardıq. Misal, burada nə demək istəyirsən onu soruşardıq. Nə gözəldir ki, indidən oxusunlar, sizin divanınızı oxusunlar. İndi ki, siz əl çatansınız, sizdən maraqlansınlar. Bizdən soruşsunlar bilmədiyi yerləri. Allah rəhmət eləsin, o Kərbəlayı Vüqar var idi, Biləcəridən, şair Vüqar. Allah rəhmət eləsin, yaxın dostumuz idi. Onun qəzəl kitabı əlimə çatdı, yığmışdılar bir yerə. Orada deyirdi ki, bir beyt var idi. Nə ola Mövla dönüb eşqin səfərindən gəlsin. Kərbəlayı Vüqarın beytidir. Nə ola Mövla dönüb eşqin səfərindən gəlsin, yenə Davud Nəbinin xəbərindən gəlsin. Bu beyti biz bir yerdə məclisdə idik. Mən ona dedim. Adətən soruşurdu, deyirdi, Hacı, istəyirik məsələn bizə bir beyt. Mən dedim belə. Sonra onu demişdi, yazmışdı, filan eləmişdi. Mən bəzən şair dostlardan soruşuram. Deyirəm ki, indi soruşun ki, bu Davud Nəbinin xəbəri nədir? İnsanlardan. Yenə Davud Nəbinin xəbərindən gəlsin. Məhdi salamullah aleyh dönsün, bizə Davud Nəbinin xəbərindən gəlsin. İndi axtarın Kərbəlayı Vüqarı ki, ondan soruşacaq, bu nə deməkdir? Yoxdur ki. İndi məsələn, mən demişdim o beyti, bilirim, məsələn, deyirik dostlara ki, budur. İndi o beytləri var, onun biz də bilmirik. Misal deyirəm, nədir məqsədi? O ki, deyir, əl-məna fi bətni şair, məna şairin bətnində dəfn olundu, getdi. Yəni, nə gözəl olar ki,
adam o bətnlərdən, mənalardan dirilikdə xəbərdar olsun. Sizi araşdırsınlar, axtarsınlar, öyrənsinlər inşallah. Mən sizə təşəkkür edirəm hacı. Allah sizi Sözləriniz mənim qorusun. üçün bir dəyərdir, mənim Allah üçün bir razı olsun. şərəfdir. Estağfurullah. Allah qorusun. Cümləmiz Hacı, əfsuslar olsun ki, vaxtımız o qədər tez bitir ki, Allah əl razı fürsətü təmurru mərrəs sahab. Bəli. Fürsətlər bulud kimi ötür keçir. İnşallah Allahın köməkliyi ilə gələn verilişlərimizdə bir daha bu İnşallah. mövzulara qayıdarıq. Allahın izni ilə. Allah razı olsun. Cümləmizdən Elmimizə, inşallah. təbivizə, qələmimizə, zehnimizə bərəkət olsun. Allah sizi inşallah. qorusun usta. Təşəkkür Çox edirik. sağ Hacı. olun. Əziz dəyərli tamaşaçılarımız, verilişimiz sona yetir. Sağ, salamat qalın inşallah.